Salam əziz və dəyərli dinləyicilər, necəsiz? Ümidvaram yaxşısınız. Artıq bir qədər vaxt var ki, mən video paylaşmıram. Biraz işlərdən dolayı. Yəni inşallah ki, davamlı olaraq paylaşmağa başlayacağam yenidən. Hal-hazırda müəyyən qədər biraz işlər var. Belə, Mirzə İbrahimovun Gələcək Gün romanının həm təhlilinə baxacağıq, həm də oxusunu təhlil edə-edə oxuyacağıq. Ən sonda isə ümumi təhlilinə baxacağıq. Qeyd edim ki, Remin belə deyək, Yaşıl üzlü kitabından oxuyuram. Başlayaq. Mirzə İbrahimov Gələcək Gün romanı. Bütün günü hər tərəfi od ələyən günəş təzəcə batmışdı. Deməli, artıq axşamüstü idi. Firidun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. Deməli, kimin adı burada çəkilir? Firidunun. Firidun deyir, buğda tayası. Buğda tayasının yanında uzanmışdı. Firidunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı, ata və anasının ölümü, Tehran həyatı, sonra Təbriz. Deməli, onun gözünün qabağında müəyyən səhnələr canlanır. Birinci uşaqlığı, daha sonra ata və anasının ölümü, Tehran həyatı, sonra isə Təbriz. Deməli, bu xatirələr içərisində nədənsə Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi. Haranın isti günləri? Tehranın. Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. Yəni, Tehranın həyatı ilə Azərbaycanın həyatını müqayisə eləyəndə Azərbaycanın təbiətini səfalı bir cənnət kimi görürdü. O, çaxmaq qığılcımı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş taxıl qoxusu verən, yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən 2 damcı yaş süzülərək yerə düşdü. Firidun Təbrizin qərbində Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı meyvələri ilə məşhur Azərşəhərdə anadan olmuşdu. Deməli, harda anadan olmuşdu? Azərşəhərdə. Azərşəhər bəs harda yerləşirdi? Təbrizin qərbində yerləşirdi. Harda? Səhənd dağının ətəklərində. Həmçinin deyirik ki, Azərşəhər Təbrizin, belə deyək də, Təbriz ərazisi idi. Bir tərəfdən Urmi gölü, baxın Urmi gölünün adı çəkilir. O biri tərəfdən daima başı qarlı Səhənd dağı. Deməli, haraların adı çəkildi? Urmi gölünün və Səhənd dağının adı çəkildi. Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhər təbiətin gözəl və səfalı güşələrindən biridir. Firidunun atası Təbrizin tacirlərindən birinin Azərşəhərdəki malikanəsində bağbanlıq edərdi. Deməli, Firidunun atası bağbanlıq edirdi, bağban idi. Harda bağbanlıq edirdi? Təbrizin tacirlərindən birinin Azərşəhərdəki malikanəsində. Deməli, onun bağbanlıq etdiyi kimin malikanəsində bağbanlıq edirdi? Təbrizin tacirlərindən birinin malikanəsində. Firidun xırda bir daxmada dünyaya gəlmişdi. Bu hündür divarlarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı 2 gözlü palçıq daxma idi. Deməli, malikanədir, bağdır, bağatdır. Onun yanında bir dənə 2 gözlü deyir, palçıqdan daxma var idi. Və onlar orada yaşayırdılar. Belə deyək də, düşünün ki, kiminsə bağına baxır atası və orada bir balaca bir daxma kimi tikiblər, orada yaşayırlar. Firidunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında Novruz bayramı qabağı daxmanın qapı tərəfdən çöl divarlarını ağardar, içərisindəki yırtıq kilim və yorğan döşəyi çırpıb təmizləyərdi. Deməli, anası deyir, hər il mart ayında Novruz bayramı ərəfəsində burada müəyyən qədər Novruz adət-ənənəsinin müəyyən bir hissəsinə yer verilibdir. Belə yoxsul yaşasalar da onlar özlərini xoşbəxt hesab edərdilər. Bir tikə çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pis, yaxşı hər il qışı yaza çıxarar və beləliklə aclıq nə olduğunu bilməzdilər. Bu yaşda artıq Firidun atasının əlinin altında işləyər, meyvələrin dibini boşaldır, ağacları peyvənd edə bilirdi. Yay ayları Azərşəhərə gələn ərbab uşaqlarından o əlifbanı da öyrənmişdi.
Deməli, hətta Firidun əlifbanı belə öyrənibdi və kimdən öyrənibdi? Deyir, Azərşəhərə gələn ərbab uşaqlarından. Ərbab uşaqlarından, varlı hallı insanlar gəlirmiş Azərşəhərə, onların uşaqlarından öyrənilmiş. Atası onun vərəqləri cırılmış 1-ci sinif kitablarındakı hekayələri höcələyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla bu uşaqdan bir şey çıxacaq demişdi. Deməli, bu cümləni kim demişdi? Onun atası demişdi. Hətta o bir qədər pul yığıb Firidunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə belə düşmüşdü. Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhərdəki malikanəsini satdı. Deməli, o tacir var idi ya ki, onun bağında işləyirdilər. Deməli, o tacir Azərşəhərdəki malikanəsini satır. Yeni ərbab çox qəribə xasiyyətə malik idi. Onun hərəkət və davranışlarında, insanlara münasibətində möhkəm və sabit heç bir şey yox idi. Deməli, hərdəm xəyal bir insan idi. O, gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq bir dəli, gah da hər şeyə laqeyd münasibət bəsləyən sadəlöv bir sarsaq kimi hərəkət edirdi. 12 yaşlı oğlu isə atasının əksinə olaraq çox aydın xasiyyətə malik idi. Deməli, ərbabın xasiyyəti, yeni gələn ərbabın xasiyyəti hərdəm xəyal idi. Gah yaxşı olurdu, gah pis olurdu. Onun 12 yaşlı oğlu var idi. 12 yaşlı oğlu isə atasından fərqli olaraq, ərbabdan fərqli olaraq çox aydın, yəni konkret bir xasiyyətə malik idi. Bu dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən, zırrama bir dəli idi. Yəni konkret pis idi də. Yəni atası arada bir yaxşı olurdu, arada bir pis. Oğlu tamamilə pis idi. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi. 4 il məktəbə getdiyinə baxmayaraq, o hələ də əlifbanı öyrənə bilməmişdi. Baxın, o qədər kütlü ki, 4 il məktəbə gedib, amma hələ də əlifbanı öyrənə bilməyibdi. Əlinə gələn şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Hər kəs ona bir söz deyə bilməzdi. Daha doğrusu heç kəs ona bir söz deyə bilməzdi. Bağa köçdüklərinin 3-cü günü o Firidunu gizlənpaç oynamağa çağırmışdı. 5-cə dəqiqə keçməmiş dəcəlliyə başlayıb bir kötüyü Firidunun başına yedirmək istəmişdi. Firidun kötüyü onun əlindən almış və qarnına bir təpik vurub yerə sərmişdi. O motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçışan adamların içində ərbab da var idi. Ərbab gözü qızmış dəvə kimi özünü Firidunun üstünə atmışdı. Lakin Firidun cəld arxın otayına atıldıqda, ərbab da üzü üstə yerə dəymişdi. Ay uşaq, tutun bu vələduzlanı. Nökərlər Firidunun dalınca tökülüşmüşdülər. Firidun ağacdan ağaca yel kimi uçaraq hasarı otaya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firidunun atasını yanına çağırmışdı. Ay kişi, sənin gözündən xəyanət tökülür. Bunu deyən kimdir? Bunu deyən yeni ərbabdır. Firidunun atası pambıq kimi ağarmışdı. Ağa, 100 ildir bu torpaqda qulluq edirik. 10 sənin kimi ərbab yola salmışıq. Heç biri də bizdən xəyanət görməyib. Yox, sən xain adamsan, şələşləni yığışdır, buralarda izini tozunu görməyim. Firidunun atası başqa bir yerə işləmək istəmişdi, lakin əvvəla bir ərbabın qovduğu adama başqa ərbablar iş vermək istəməmişdilər. İkinci də həmin ərbab Azərşəhərdən çıxmasa, işin uzun sürəcəyini kişinin qulağına çatdırmışdı, bir nov onu xədə-qorxu eləmişdi. Elə o güncə Firidungil doğma torpağı tərk etmişdilər. Azərşəhərdən ayrıldıqları gündən Firidun ata və anasının üzündə dərin bir kədər görürdü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa çalışsalar da, gizlin izdirab və əndişələrini gizlədə bilmirdilər. Firidun xüsusən anasının çox sıxıldığını hiss edirdi. Arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvan saradasa, şirin yatdıqları zaman laylaya oxşar bir ağlama səsinə Firidun yuxudan ayılmışdı. Anası onun başını dizi üstə alaraq oturmuşdu. Firidun dərhal anasının boynuna sarılaraq bərk yatmış anasını oyatmamaq üçün yavaşcadan atasını oyatmamaq üçün yavaşcadan anacan, ağlama, sən Allah ağlama demişdi. O gündən anası bir daha ağlamamışdı, lakin hər gün biraz da çox solmağa, saralmağa başlamışdı. Qüssə onun içini yeyirdi. Bircə saniyə. Qüssədir, onun içini yeyirdi.
Harda qalmışdıq? Hə, o gündən anası bir daha ağlamamışdı, lakin hər gün biraz daha çox solmağa, saralmağa başlamışdı. Qüssə onun içini yeyirdi. Tehrana atıldıqlarının 3-cü ayı elə beləcə sakit bir şam kimi arvad sönüb getdi. Baxın, deməli Tehrana qovulur. Birinci onlar hardaydılar? Onlar birinci Təbrizdə idilər. Təbrizdə qulluq edirdilər də, yəni Təbrizdə o tacirin bağında işləyirdi atası. Sonradan o ərbab onu Azərşəhərdən çıxmağı deyir. Deyir ki, Azərşəhərdən çıxsın. Azərşəhər də Təbrizin şəhəri idi də. Oradan çıxsın. Qovurlar onları da, o ərbab bunları qovur, gəlirlər Tehrana. Və Tehrana atıldıqlarının 3-cü ayı, baxın 3-cü ay. 3-cü ay. Anası beləcə sakit bir şam kimi arvad sönüb getdi. Bu Firdunun həyatında ən ağır xatirələrdən biri idi. Tehranda onlar çox çətinlik çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar. Sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Lakin xoşbəxtlikdən o xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi. Bu ata-baba Tehranlı olan təqribən 65-70 yaşlarında, 65-70 yaşlarında qoca bir müəllim idi. Deməli Tehrana gəliblər və bir neçə gün artıq onlar belə oradan ora qalıblar. Və sonradan bir kirayə ev tutublar. Hələ bu fikirdəykən də kimə rast gəliblər? Deməli təqribən 65-70 yaşlı qoca bir müəllimə. Firdunun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi. Yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi. Baxın, artıq qoca müəllimə rast gəldiyi zaman Firdunun anası həyatdan köçmüşdü, yəni artıq həyatda yox idi. Firdunun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi, yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firdun atasına kömək edərdi. Lakin bu səadət uzun sürmədi. Tehrana gəldiklərinin 3-cü yayında, baxın 3-cü yay. 3 yay deyəndə, yəni artıq 3 fəsil keçibdi. 3 il. Bir saniyə. 3 il. Artıq 3 ildən sonra isə atası. 3-cü yayında atası qarın yatalağı, hansı xəstəlikdən qarın yatalağı xəstəliyindən naxoşladı və naxoşluğun 7-ci günü, yəni bir həftədən sonra vəfat etdi. Firdun tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı. Deməli, qoca müəllim necə bir xarakterə sahib idi? Yaxşı bir xarakterə sahib idi. O xuddu şəhərdə minlərlə yetim və başsız uşaqları görən Firdunun qəlbi bu müəllimə ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi. Ucey qardaşı uşaqlarından başqa heç kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. Deməli, onun heç kimi yox idi. Sadəcə kim var idi? Ügey qardaşı uşaqları var idi. O dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Baxın, bu bir çox obrazdan oxşar götürə bilərik. Məsələn, müsibət Fəxrəddində Fəxrəddini, səadəti. Bax, deməli bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Kim? Qoca müəllim. Firdun bir il Təbrizdə işlədi. 2-ci il bu qərar artıq belə deyək, böyüyüb, gəlib sonradan o Tehranda yaşayırdılar axı. Gəlib Təbrizə və bir il Təbrizdə işlədi. 2-ci ili bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Buna görə də Darülfünna daxil olmaq fikri ilə Tehrana qayıtdı. Deməli, Tehrana qayıtmağının səbəbi nə idi? Yenidən Tehrana qayıtdı. Yenidən Tehrana qayıtmağının səbəbi Darülfünna daxil olmaq. Yəni, bizim dilimizdə, təbirimizcə desək, universitetə daxil olmaq. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyi özünə borc bildi. Böyük həyətin taxta qapısındakı dəmiri döydü. Tezliklə qapı açıldı və qabağına tanımadığı bir adam çıxdı. Üst başından nökərə oxşayan bu adam Firidunun həyəcanlı suallarına qarşı laqeyd və adi bir səslə müəllimin 6 ay qabaq öldüyünü və mülkünə qardaşı uşaqlarına sahib olduğunu bildirdi. Deməli, müəllim 6 ay qabaq həyatını dəyişmiş, belə deyək, vəfat etmiş və qardaşı uşaqları bu mülkə sahib olmuşdu. Bir anda sanki böyük bir şəhər Firduna tamamən yabancı və düşmən göründü. Qoca müəllimin ata və anasının qəbrini ziyarət etdikdən sonra, gedir qəbirlərini ziyarət edir onların. Qəbirlərini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi. Deməli, Təbrizə qayıtmaq istəyir, lakin tezliklə bu fikirdən əl çəkdi.
Yayda bir şey düzəldib, daha doğrusu yayda Təbrizdə nə edə bilərdi? Kəndə dayısı Musa kişinin yanına getməyə qərarı aldı. Deməli, qərarı aldı ki, neynəsin? Musa kişinin yanına getsin. Dayısı idi Musa. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdardı. Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Firdun Musa dayının Allahu Əkbər səsinə yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecə yarısı kəsilmişdi. Buna baxmayaraq çöllərdən, təpələrdən hələ biçilib qurtarmamış və başını aşağı dikmiş ləmilərdən yüngül və sərin bir hava otların iyini, sümbüllərin qoxusunu xırmana gətirirdi. Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı. Firdun qalxıb üst başını təmizlədi. Gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında gövşüyən öküzləri gətirib vələ qoşdu. Özü də vəlin üstünə çıxdı. İlk dəfə Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi. Ha, ha, dədəm sənə qurban, ha. Firdun vəlin üstündə idi. Sübdən işləyən və istidən üzülüb taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Firdun vəlin üstündə idi. Firdun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyyə xala və uşaqlar da işləyirdilər. Deməli, Musa dayı, Səriyyə xala və uşaqlar. Səriyyə xala kim idi? Musa dayının həyat yoldaşı. Uşaqlar da işləyirdilər. Onlar sovuq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdilər. Sovuq atmaq, yəni bir növ xəlbirdən keçirdəndə o toz, belə deyək də, taxılın elə bil zirzibilləri göyə sovrulur. Bax elə. Ayaz sovluq atan atasına kömək edirdi. Deməli, oğlunun adı nə idi? Oğlunun adı Ayaz idi. Musa kişinin oğlunun adı nə idi? Ayaz idi. Ayaz atasına deyir, kömək edirdi. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona baxıb düşmən toxmağadır, Allah saxlasın deyirdi. Bu gün sabah yekə oğlan olub əlimdən tutacaq. Bu sözləri eşidən uşaq daha da ciddiyyətlə işləyir və atasının onun böyük yerində qoymasından sevinirdi. Birazdan sonra Firdun yorğun halda tərdən islanmış öküzləri açaraq ot tayasının kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb onların qabağına tökdü və ha, dədəm sizə qurban deyib boyunlarını tumarladı. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Deməli, Gülnaz Musa kişinin qızı idi. Bəs oğlunun adı nə idi? Ayaz. Onun içinə çörək, göy soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb ovduq düzəltdi. Və Musa keşi ilə Firdunun qabağına qoydu. Onlar sükut içində ovduqdan biraz yemişdilər ki, Həsənalının çığırtısını eşitdilər. Deməli, Həsənalı kim idi? Onların kətçisi idi. Köməyə gəlin, kafir məni öldürdü. Yerlərdən sıçrayıb onun yanına qaçdılar. Həsənalı balağı dizindən ağacı aşağı bez tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı. Gürzə çaldı, gürzə çaldı. Gürzə onu yalın ayağının dalından, topuğundan çalmışdı. Deməli, gürzə ilan onu sancmışdı. İlan dərzlərin arasında yatmış imiş. Həsənalı su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik çarəsində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və 6 uşağı, deməli, arvadı və 6 uşağı var idi. Qışqıraraq fəryad qopardığından kişinin vahiməsi getdikcə artırdı. Musa kişi Həsənalının dizindən ayağı qıçını sarıdı. Dizdən aşağı qıçını sarıdı. Qatıq deyə uşaqlara döndü. Qatıq yox idi. O, çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan Mübaşir Məmmədi harayladı. O deyir, çaparaq kəndə tərəf yollandı. Deməli, ata minir və kəndə yollanır. Atın belində xırmandan uzaqlaşan Mübaşir Məmmədi harayladı. Mübaşir Məmməd. Mübaşir çeninin üstündən ona tərəf baxıb atı mahmızladı. Musa kişi ondan imdad olmayacağını görüb qayıtdı. Həsənalının qıçı şişməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək onu eşəyin belinə sarımaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şişi artan qıçını göstərib təcili əlac istədi. Arvad və uşaqlar baş gözünü yola nalə edirdilər. Firdun, Musa dayı, həkim tapın. Həkim tap. Deməli, bunu deyən kimdir? Firdundur. Deyir ki, həkim. Musa keşi əlini havada oynatdı. Ay rəhmətli oğlu, bu xarabada həkimin nə işi var?
Artıq şiş xeyli yuxarı işlənmişdi. Bunu görən Həsənalı nə isə qəti qərara gəlmiş kimi üzünü Musa kişiyə tutdu. Bircə xəncərdən zaddan tap, dizdən qıçımı kəsməyə lazımdır. Bunu kim deyir? Bunu Həsənalı deyir ki, bəs dizdən qıçımı kəsməyə lazımdır. Heç kəsin əli gəlmədi. Həsənalı üzlərindəki donuqluğu görüb təlaşla səsləndi. Nə qədər gec deyil, kəsin. Balta ilə də olsa kəsin dedi və əsəbiliklə arvadına tərəf səsləndi. Nə şivən qoparmısan, Kiri? O uşaqların da səsini kəs. Bir anda uşaqlar da arvad da sustu. Hardansa iti bir balta tapdılar. Həsənalı qıçını xırman ayağındakı uzunsov daşın üstündən aşırtdı. Vur, bircə zərbə ilə üz. Kim baltanı qaldırdısa, uf, əlim gəlmir deyib yerə qoydu. Şiş artıq dizə yaxınlaşırdı. Həsənalı bir də ufultu ilə ağlayan arvadına və uşaqlarına təpinib, üzünü kənara durmuş bir kəndliyə tutdu. Qəssəbalı, niyə durmusan? Mənim ölümümü ki istəmirsən, deməli kim idi burada? Qəssab alı idi. Götür baltanı, çırp bura. Qəssəbalı bir söz deməyib adamları itələdi və baltanı götürdü. Hərliyib qaldıranda hamı başını yana tutdu. Bir zərbə ilə Həsənalının qıçını dizdən üzüb kənara atdı. Deməli onun qıçını kəsən kim idi? Qəssəbalı. Tez əski yandırıb basın dedi. Yaşarmış gözlərini sıxaraq cəld uzaqlaşdı. Firdun da dayana bilməyib qəmgin bir halda xırmanına döndü. Şikəst Həsənalının və onsuz da ehtiyac içərisində əzilən uşaqların gələcəyini düşündü. Deməli bu əskini basan görək kim idi? Tez əski yandırıb basın. Hə. Bunu deyir, Qəssəbalı deyir ki, bəs tez əski yandırıb basın və özü uzaqlaşır, gözləri yaşarır, uzaqlaşır. Deməli, bədbəxt millət deyib köksünü ötürdü. Bunu deyən kim idi? Firidun. Firidun deyir ki, bədbəxt millət. Öz-özünə kənddən qaçmaq lazımdır, dedi. Burada dərddən, qüssədən başqa bir şey yoxdur. Deməli, kənddən qaçmaq lazım olduğunu fikirləşir. Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırağında eyni sözü danışırdılar. Bir-birinə rast gələn kəndlər ayaq saxlayır, durub dərdləşir, nə etməli, deyə bir-birinin üzünə baxır. Deməli, nə etməli sualı çıxır ortaya. Və ümidsizcə başlarını sallayıb gedirdilər. Heç kəs bu suala cavab tapa bilmirdi. Nə etməli? Heç kəs nə etməyə lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan böyüyə hamının bütün kəndin qabağında bir sual durmuşdu. Nə etməli? Lakin bu suala cavab tapacaq bir adam yox idi. Bu sual Firidunu da düşündürürdü. O yeriyəndə də, yatanda da, su içində də bu suala cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə böyük ümidlə gəlmişdi. Elə düşünürdü ki, qış xərcini özü ilə aparacaq. Musa kişiyə kömək etməklə özü də çörək dərdi çəkməkdən Darülfununda oxuya biləcəkdi. Belə deyək də, bir növ bura ümidlərlə gəlmişdi ki, burada qazanc əldə eləyəcək və özü də gedib Darülfununda oxuyacaq, universitetdə oxuyacaq, təhsil xərclərini çıxardacaq. İndi bu ümidlər hamısı boşa çıxırdı. Bununla belə o özündən artıq kəndlilərin halına yanırdı. Artıq özü yaddan çıxıb kəndliləri düşünür. Çünki o canına cəfa basıb oxuya-oxuya tacir uşaqlarına dərs deyər. Necə olsa güzəranı təmin edərdi. Onu düşündürən tanış olduğu evlərinin içinə qədər, sandıq və xurcunlarına qədər bəlada olduğu, qarşısında bir sürü lümlüt, körpəsi civildəşən kəndlilərin halı idi. O bütün ümidini, bütün gələcəyini bu ilki məhsula bağlamış Musa kişilərin və Həsənalıların yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı, bir qüssə və əzablı bir fikir əvəz etmişdi. Deməli, belə deyək, ərbabın yeni şərtini kəndə gətirən kimi idi? Mübaşir Məmməd. O vaxtdan da bu ağır sual ortalığa çıxmışdı. Nə etməli? Kəndlilər hamısı böyük bir xırmanın yanında yığılmışdı. Tayanın dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içində kürsü qoymuşdular. Kürsünün də üstünə xalça döşənmişdi. Orada zahirlərindən çox görkəmli ağalara oxşayan 4 nəfər oturmuş və Mübaşir Məmmədlə Əli əmniyyəbaşı qabaqlarında əmrə hazır durmuşdu. Yanlarında 2 başqa əmniyyə də var idi. Kəndlər 10-15-20 addım aralı
15-20 addım 15-20 addım aralı halay vuraraq onları əhatə eləmişdilər. Musa keşi maraqla kütlənin içərisinə girmək istəyən Firdunu qarşıladı və yavaşca qulağına pıçıldadı. Ərbab özü gəlib. Ağay Hikmət İsfahani. Deməli, ərbabın adı nə idi? Ağay Hikmət İsfahani. O burada nə edir? Tehranı buraxıb bura niyə gəlibdi? Bunu deyən kim idi? Bunu deyən Firidun idi. Nə bilim, deyirlər ki, qonaqlarını götürüb yaylağa çıxıbdı. Səyahətə gəlibdi. Yolu buradan düşüb Mübaşir Məmməd çəkib gətirib kəndə. Bunu isə deyən kimdir? Bunu deyən Musa kişidir. Firidun adamların arasında özünə yer elədi. Belə ki, o həm kəndləri, həm də ağaları rahatca görə bilirdi. O uzun boylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahani diqqətlə süzdü. Ərbab qaya kimi susub durmuş kəndlərə baxırdı. Bu sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. Qaşqabağını sallamışdı. O kəndlərdən qorxur, bu lal kütlənin hərəkətə gələndə sel kimi yolu üzərində hər şeyi yuyub aparacağını hiss edir deyə bir fikir Firdunun başından keçdi. Hikmət İsfahani ağır sükutu pozdu. O farsça danışırdı. Farsça. Ağır və dərin bir sükut içində kəndlər bir-biri ilə baxışdılar. Kim isə ağa nə buyurdular? Qanmadıq dedi. Bizi də başa salın. Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani üz gözünü biraz da turşudub Mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzünü cəmaata tutdu. Ağa buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək 5də birini siz, 5də 4-ünü ağa özləri götürsünlər. Çünki ağanın özünün də xərcləri çoxdur. Dövlətin vergisi var, məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir. Kəndlərin arasından etiraz bildirən bir uğultu keçdi. Hər yerdən bir səs gəldi. Bəs əvvəlki söz nə oldu? Bizim balalarımız torpaq yesin, ölsək də 5-dən 2 götürəcəyik. Bu sözləri deyən ümumi bir kütlədir. Bu haykü içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasında dairə xeyli daraldı. Hikmət İsfahaninin əsəbləşdiyini görən əmniyələr tüfənglərinin qundağı ilə cəmaatı geri oturtdular. Mübaşir Məmməd cəmaata qışqırdı. Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin. Bunu deyən kimdir? Mübaşir Məmməddir. Firidun Musa keşinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü. 3 uşağını sağ tərəfinə, Həsənalının 6 yetimini də sol tərəfinə düzmüşdü. O, Hikmət İsfahaninin qarşısında 2 qat əyilərək, ağa, dədəm sənə qurban, dedi. Bu tifillərə bax, bizə yazığın gəlsin. Bax, görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan, çirkli su içməkdən. Əyinlərini də ki, Allaha şükür görürsən. Çıl-çılpaqdır. Bizə yazığın gəlsin, ağa. Hamımız bu gündəyik. Mübaşir Məmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nəysə pıçıldadı. Hikmət İsfahani Musa keşinin üstünə qışqırdı. Heç utanmırsan? Bunu deyən kimdir? Hikmət İsfahani. Heç utanmırsan keşi, 3 ildir su pulunu vermirsən. Bir söz demirəm. Bu da yaxşılığım əvəzidir. Mən niyə Musaya Muşa deyirəm? Musa keşi yalvardı. Ağa, dədəm sənə qurban. Hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır. Bir dəfəlik ver, müamiləsi üstünə gəlməsin. Bunu deyən kimdir? Hikmət İsfahani. Neyliyə ağa, verərəm. Sən bu il bizə rəhm elə. Bu tifillərin boğazını kəsmə. Biz də borcundan çıxarıq. Allah kərimdir. Aha, deməli ondan nəyin pulunu istəyir? Su pulu, hətta suyu belə pulla. Aha. Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı. Yenə var, yoxsa hamısı budur? Musa kişi sualın mənasını başa düşmədi. Qanmadım, dədəm sənə qurban, nə buyurdun? Mübaşir Məmməd dilləndi. Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bulardı? Musa kişi ciddiyyətlə cavab verdi. Bu 3-dən başqa biri də var, yekə qız uşağıdır. Həya elədim, gətirmədim. Bəs bu 6-sı kimindir? Ağa başına dönüm, yetim kimi bir şeylərdir. Dədələrini 2 gün əvvəl elə buradaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzisini kəsmə, ağa, rəhm elə. İmam Rıza yolcusu kimi zəhmətimizi tökmə. Bunu deyən kimdir? İmam Rıza yolcusu kimi zəhləmizi tökmə, keşi, yana çəkil. Bunu deyən Hikmət İsfahanidir. İmam Rıza yolcusu kimi zəhləmizi tökmə, kişi yana çəkil. Aha.
Allahdan qorx, ağa. Fağır çörəyini yemə, Allahdan qorx. Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi və yenə nə isə pıçıldadı. Hikmət İsfahani ayağa durdu. Kişi, yəni sən Allaha zada inanmırsan, deyə Musa kişinin yaxasından yapışdı. Əstəğfurullah elə deməsənə qurban, əstəğfurullah elə ağzını quruyar. Yox, inanmırsan deyirəm. Sən Allaha inansan, gecə dəclənmiş buğdanı xırmandan oğurlayıb evinə daşımazsan. Musa kişi heyrətlə cəmaata baxdı. Cəmaat yerində qurumuş kimi durmuşdu. Buyur dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur. Cəmaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahani və onunla gələn başqa 3 nəfər gedirdi. Musa kişi balaca uşaqları da yadından çıxarıb hamıdan qabaq xırmana tərəf qaçırdı. Yazıq kişi. Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da piramida buğdanın dəci pozulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı göstərdi. Hə, bu nədir? Bu nədir? Musa kişi dəli kimi bir buğdaya baxdı, bir də Mübaşir Məmmədə və Əli Əmniyyəbaşıya baxıb qışqırdı. Cəmaat, inanmayın, bu buğdaların hamısını əlimizdən almaq üçün bir bəhanədir, yalandır. Hikmət İsfahani qızardı. Deməli, sən dəci pozmamısan, hə? Xeyr, Allah bilir ki, mən dəci pozmamışam. Yaxşı, onda yoxlayacağam, Qurana əl bastıracağam. Cəmaat kənara çəkildi. Sofi İranpərəs 7 addım sayıb torpaqdan küt bir qalaq qayırdı. Quran əlində onun yanında durdu. Cəmaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Firdunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılığın izləri var idi. Deməli, Sofi İranpərəst 7 addım deyir saydırıb torpaqlardan küt bir qalaq qayırdı. Sofi İranpərəst. Hikmət İsfahani soruşdu. Hə, de buyur, and iç sözü qurtaraq dedi. Musa kişi qıçları əsə-əsə 3 addım atdı. 4-cü addımda dayandı. Dönüb Hikmət İsfahaninin qıçlarını qucaqladı. Baxın, bu qısa variantıdır. Yəni, romanın qısa variantıdır. Əslində belə bir məsəl var idi orada. Bilmirəm, indi burada var, yoxsa yox. Deyəcəksiniz ki, indi Musa kişi əgər həqiqətən dəci pozmayıbsa, niyə gedib yalvarır İsfahaninin? Hikmət İsfahaninin qıçlarına düşür ki, bəs də belə bağışla filan. Niyə görə? Çünki orada yazılıb ki, əsərdə. Çünki o bilirdi ki, mənasızdır. Onun, belə deyək, Qurana and içməyi də mənasızdır. Onlar hər bir halda Musa kişini, belə deyək, günahlandıracaqdılar. O, onunla olmasa belə başqa bir şey onun boynuna bir şər atıb, onu günahlandıracaqdılar və indiki cəzadan daha ağır cəza verəcəkdilər. O baxımdan Musa kişi məcburən, belə deyək, and içmir də, yəni günahı boynuna alır. Amma bunun səbəbi bildiniz də yəqin nədir? Yəni sadəcə olaraq mənasız olduğunu bilirdi. Bilirdi ki, onsuz da Hikmət İsfahani, onun yanında olan belə deyək də, o qulluqçuları yenə başqa bir şərlə daha ağır cəzanla onu cəzalandıracaq. O baxımdan. Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür get, heç şey istəmirəm. Hikmət İsfahani ayağı ilə onu itələdi. Yox, belə dinsizləri cəzasız qoymaq özü Allahın yanında böyük bir günahdır, dedi. Və özünü Əli Əmniyyəbaşıya tutdu. Əli Əmniyyəbaşıya tutur. Kəndir gətirin, bu dinsizi ağaca səriyin, 200 çubuq. Deməli 200 çubuq deyir, vurun buna. Əli Əmniyyəbaşı o biri 2 əmniyyəyə baxdı, qaşını tərpətdi. Əmniyyələr tez hərəkət elədilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Firdun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndi hərəkətlərini də anlamaqda aciz qalmışdı. Əmniyyələr Musa kişini ağaca bağlayıb yaş söyüd çubuqlarını onun lüt bədəninə çırpmağa başladılar. Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırdı. Firdun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. Səriyə xalanın və körpələrinin deməli, inləməsi qulağına çatdı.
belə deyək də, qışqırtısı, inləməsi. Dayanın, vurmayın dedi. Onda günah yoxdur. O bulağa su gətirməyə getmişdi. Mən Vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi, buğdanın üstünə yıxıldım. Dəc pozuldu. Onda günah yoxdur. Kəndlər dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İranpərəstə tutdu. Yeri dedi, addım say. Sofi İranpərəst yenə 7 addım saydı. Yenə əlində Quran torpaq qalağının yanında durdu. Firidun qətiyyət və cəsarətlə 7 addım yeriyib torpağı dağıtdı. Qurana əl bastı. Bu Quran haqqı düz deyirəm. Cəmaatdan sevinclə dolu bir səs çıxdı. Belə deyək, bir növ Firidun sanki Musa keşini qurtarmağa çalışırdı da. Yəni onun üçün yəni onun bu hərəkətinin əsas səbəbi keşini qurtarmaq idi. Əslində təbii ki, onun dəci filan pozmamışdı. Aha. Cəmaatdan sevinclə dolu bir səs çıxdı. Musa keşini açıb paltarını özünə verdilər. Firidun qayıdıb Hikmət İsfahaninin qarşısında durdu. Ağa dedi, sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir, bu bir pay. Baxın, burasını mütləq daha diqqətlə yadda saxlayın. Torpaq sizindir, bu bir pay, torpaq. Sonra su sizindir, bu 2 pay. Mal sizindir. Baxın, bu 3 dənəsi, bax buradan bura qədər. Bircə saniyə. Buradan bura qədər göyə Hikmət İsfahaninindir. 3 pay. Toxum bizimdir. Bax, toxum. Bu bir pay. Bax bu əl, bu zəhmət bizimdir. Bir də zəhməti deyir ki, bu da bizimdir. Bu da bir pay. Elədi 2 pay. Deməli 3 pay sizin, 2 pay bizim. Deməli 5də 3-ü sizin, 5də 2-si bizimdir. Buralarını mütləq yadda saxlayın. Çünki bu test çox tez suallara düşür, belə deyək, nədir? Testdə də düşür. Aha. Aha, keçək bir fasilədən sonra səsini ucaltdı. Ya öləcəyik, ya da bir ponuza artıq verməyəcəyik. Bunu deyən kimdir? Bunu deyən Firidundur. Ya öləcəyik, ya da bir ponuza artıq verməyəcəyik. Hikmət İsfahani qışqırdı. Xeyr, torpaq 2 paydır. Mən hələ Xışı, Vəli, Şananı demirəm. Məgər onlar yerdən çıxır, onları üstünə gəlsən, gərək sizə 5də 1 yox, 6da 1 verəm. Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malın üstündə gedir. Torpaq da bir paydır. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamdır. Gədə, sən nəçisən deyəsən, sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır. Bağlayın bunu o ağaca 100 çubuq. Bayaqdan bəri Firiduna baxıb dişlərini qıcıyan və Mübaşir Məmmədlə nə isə danışan Əli Əmniyyəbaşı bığlarını eşdi. Əmniyyələr Firiduna tərəf gəldilər. Firidun müqavimət göstərdi, itələyib onlardan birini yıxdı. Mübaşir Məmməd və Əli Əmniyyəbaşı gəncin qollarını qatlayıb dalında bağladılar və ağaca tərəf sürüdülər. Hikmət İsfahani ilə gəlmiş adamlardan bütün bu hadisələri diqqətlə izləyən qartal baxışlı birisi irəli yeridi. Deməli kim? Qartal baxışlı birisi. Firidunu göstərərək ərbaba müraciət etdi. Bu ağanın danışığından siyasət iyi gəlir. Bax, bunu deyən kimdir? Bunu deyən qartal baxışlı adamdır. Mən cəsarət edib sizdən xahiş edirəm, onu döyməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla ona layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız. Əli Əmniyyəbaşı əmniyyələrə nə isə tapşırdı, onlar Firidunu götürüb getdilər. Hikmət İsfahani üzünü kəndlərə tutdu. Deməli, Firidunu götürüb gedirlər. Kim? Əli Əmniyyəbaşı əmniyyələrlə. Deməli, Hikmət İsfahani üzünü kəndlərə tutdu. 5də 1-i sizindir, 4-ü mənim. Vəssalam, danışıq qurtardı. Ağay Kürd Əhmədi də burada qoyub gedirəm. Ağay Kürd Əhməd burada deməli nəzarətçi qoyur. Mənim vəkilimdir. Kürd Əhməd ağır nəzərlərlə sükut içində durmuş kəndlərə baxdı. Kürd Əhməd. Kəndlilər qaya kimi lal, etimadsız, davamlı və yoxlayıcı nəzərlərlə onu süzdülər. Əsər bitdi. Yəni romanın daha geniş versiyası təbii ki daha genişdir. Bu sadəcə qısaldılmış ixtisarlı formasıdır. Baxaq indi təhlilinə. Deməli, həyata əks etdirmə növü epik növdədir. Janrı romandır. Mövzusu Cənubi Azərbaycan xalqının ağır vəziyyəti. Deməli, Gələcək Gün romanının mövzusu nədir?
Cənubi Azərbaycan xalqının ağır vəziyyəti. İdeyası xalqı ağır vəziyyətdən çıxarmaq üçün azadlıq mübarizəsinə zəruriliyi. Nəsrlə yazılmışdı. Yəni şeir formasında yox, nəsrlə. Cənubi Azərbaycan mövzusundadır. Sadə insanlara qarşı haqsızlıq, insanların acınacaqlı həyatı əks olunub. Hadisələr həm kənddə, həm də şəhərdə baş verir. Deməli, hadisələr həm kənddə, həm də şəhərdə baş verir. Əsərdəki mənfi obrazlar Hikmət İsfahani, Kürd Əhməd. Kürd Əhməd veriblər mənfi obraz olaraq, amma əslində Kürd Əhmədi uzun versiyada məncə müsbət obraz kimi dəyərləndirmək olar. Kürd Əhməd əslində məncə mənfi obraz deyil, amma burada mənfi obraz kimi veriblər. Yəqin ki, buna bir dənə belə qoyaq, çünki bunu araşdıracağım sonra. Məncə o pis insan deyildi. Hikmət İsfahani öz mənafeyini güdən zalım obrazdır. İnsanların haqlarını tapdalayır. Bu Kürd Əhmədi mütləq siz də araşdırın. Ola bilsin mən biraz gec qoyaram ya nəsə. Mütləq bunu araşdırın. Nəsə bu mənə biraz qaranlıq qaldı. Öz mənafeyini güdən zalım obrazdır. Kim? Hikmət İsfahani. İnsanların haqlarını tapdalayır. Məhsulun 5də 4-ünü özünə götürəcəyini elan edir. Farsça danışdığı üçün dediklərini Mübaşir Məmməd xalqa çatdırır. Kürd Əhmədi vəkil təyin edir. Kəndlilərin etirazına baxmayaraq bölgünü öz istədikləri kimi edirlər. Yəni sonda onların dediyi olur da bir sözlə. Öz istədikləri kimi edirlər. Musa kişi 4 övladı var. Firdunun dayısıdır. Çox kasıb yaşayışı var. Dindar olduğu üçün Qurana əl basmağa qorxur, yalan danışır. Bir də bu məsələ. Baxın, bəzi insanlar var ki, hətta haqlı olduqları halda belə Qurana əl basmağa, Qurana and içməyə və yaxud Allaha and içməyə qorxurlar. Haqlı olduqları halda belə. O insanların Allaha xüsusi bir inamları olur. Amma bayaq dediyim məsələ də əsas məsələlərdən biridir. Çünki mənasız olduğunu da bilirdi. Amma Qurana əl basmağının əsas səbəblərindən biri də dindar olduğu üçün. Amma biz ona qatı dindar deyə bilərikmi? Xeyr. Qatı dindar deyil. Sadəcə Allaha çox bağlıdır. Tək öz ailəsini yox, Həsənalının övladlarını da düşünür. Buğdanın hamısını əllərindən almaq üçün yalan uydurduqlarını deyir. 3 ildir su pulunu vermədiyini Hikmət İsfahaniyə Mübaşir Məmməd deyir. Mübaşir Məmməd ancaq əyilir, ora pedaqoqluq eləyirdi. Deməli, açıq kitab əsərinin sonunda da sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz fikri vurğulanır. Bunu sonra oxuyacağıq aşağıdan. İndi isə Həsənalıya baxaq. Həsənalı kasıb kəndlidir. Ayağını ilan vurduğu üçün dizindən kəsirlər. 6 övladı var. Mübaşir Məmməd hadisəni görsə də kömək etmir. Ayağını qəssabalı kəsir. Qəssabalı. Həsənalının ayağını ilan vuranda Firdun həkim axtarır. Amma kənddə həkim olmadığı gerçəyi ilə qarşılaşır. Firdun ziyalı gəncdir, azadlıq ideyası ilə yaşayır. Atası Azərşəhərdə bağbanlıq edib, yeni gələn ərbabla problemləri olduğu üçün Azərşəhəri tərk etməli olurlar. O gündən valideynlərinin üzü gülmür. Tehranda qaldıqlarının 3-cü ayı anası xəstələnib dünyasını dəyişir. Xeyirxax 70 yaşlarında bir müəllimin evində yaşamağa başlayırlar Tehranda. 3 ildən sonra atası qarın yatalağı xəstəliyi ilə dünyasını dəyişir. Firduna yaşlı müəllim arxa durur, təhsil verir. Bir müddət Təbrizdə işləyəndən sonra yenidən Tehrana qayıdaraq Darülfünna daxil olmaq istəyirdi. Yəni, istəyirdi ki, işləsin, Darülfünna daxil olsun. Səlahiyyət sahiblərinin kəndlərə qarşı etdiklərinə dözə bilmir. Musa kişini xilas etmək üçün günahı öz boynuna götürür, Qurana əl basır. Əvvəl öz dərdini düşünürdüsə, Musa kişi gelin yanına gəldikdən sonra onların halına yanır, onlara kömək etməyə çalışır. Həsənalının ayağa kəsiləndə gözyaşlarını saxlaya bilmir. Hikmət İsfahaninin adamlarından biri Firdunun daha ağır cəzaya layiq olduğunu, ondan siyasət qoxusu gəldiyini deyir. Onun qamçılamaq əvəzinə zindana atırlar. Bu kim idi? Deməli, Qartal baxışlı adam. Əsərdə Səriyyə, Musa kişinin arvadı, Gülnaz obrazları müsbət obrazlardır. Onların timsalında zəhmətkeş insanları əks etdirmişdilər. Əsər ədəbiyyatımızda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına, milli azadlıq hərəkatına həsr olunmuş ən yaxşı əsərlərdəndir. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı. Əsərin mərkəzi xəttini soydaşlarımıza qarşı həqarətli münasibətə
ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir. Hadisələrin təsvir olunduğu illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq mübarizəsinin şahidi olması xalqın taleyinə dərindən bələdliyi yazıçıya oradakı hadisələri dolğun əks etdirməyə, yadda qalan obrazlar yaratmağa imkan vermişdi. Müəllif ictimai hadisələri azadlıq mübarizəsini canlandırmaqla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyətləri ilə əlaqələndirmişdi. Belə, əsərimiz bu qədər. Sağ olun, salamat qalın.